Bugün çox fərqli bir tədbirin iştirakçıları olduq, hamılıqla. Fərqli səslərin ahəngi adı bu tədbir, inklüziv təhsil sahəsində uzun müddətli fəaliyyət göstərən Zivər xanımın bir layihəsidir və bu layihəyə dəstək verən, deməli, İlhamə xanımın təşkilatı ilə birlikdə demək olar ki, Bakı Sumqayıt şəhərindən əksər psixoloqlar, müəllimlər, iş adamları bu tədbirin iştirakçıları. Biz nəyin şahid olduq? Biz ilahinin böyük möcüzəsinə şahid olduq. Bu uşaqlar baxmayaraq ki, müəyyən qədər sağlamlığını itiriblər, amma onlar necə istedadlılar, onlar necə bacarıqlılar, onları necə əhatə edib insanlar bir ilahi sevgi ilə, bir istəklə və bu mənada demək istəyərdim ki, bütün hər kəsə düşünək, sağlamlıq əsas şərtdir. Bu sağlamlığın qorunması üçün həyatda sağlam düşüncə, sağlam münasibətlər, halal münasibətlər evladların dünyaya sağlam gəlməsinin əsas şərtidir. Və onların qorunması, bu Allahın bizə verdiyi ən böyük möcüzədir. O, hər bir yaratdığın sevgidən yaradıb, sevgi ilə yaradıb və sevgisi ilə qoruyur. Biz də bu dünyamızı, insanlığı qorumaqdan ötürü Yaradanın yaratını sevib, gəlin sevgimizlə qoruyaq.